Clinch Talk yeni adımızdır. Podkastımız bu adla davam edəcək və bundan sonra ölkə idmanı üçün xüsusi verilişlərlə yanınızda olacağıq. Daimi ekspertimiz və Clinch Talk'un aparıcısı deyə biləcəyim Sima Rafiq Hüseynovla birgə bugün çox maraqlı, çox əyləncəli və xüsusi qonaqlarımız var. Rafiq, xoş. Hər kəsi salamlayıram. Qonaqlarımız da həmçinin. Bu gün elə bir qonaqlar oturublar qarşımızda ki, Azərbaycan idmanının ən öndə gedən simalarıdırlar və fikirləşirəm ki, bu gün söhbətimiz çox maraqlı olacaq. Özdəki Orxanla Hacı hər ikisi yaxın dostdular. Onların araları belə deyək, daha yaxındır və söhbətimiz hamıya xoş olacaq və eyni zamanda maraqlı və eyni zamanda da perspektivli bir söhbət eləyəcəyik. Təşəkkür edirəm Rafiq. Biz tamaşaçılarımız üçün kiçik bir belə deyək, keçid verim. Dünyada, Avropada çox görürük, qonşu dövlətlərdə də idmançılarla verilişlər və Rafiqlə bu layihədə olmağımızın nə qədər mühüm olduğunu mən hər gün daha çox anlayıram. Məsələn, bu verilişi biz hazırlayarkən Orxanla Hacı çox maraqlı tandemdilər. Onlar arasında çox maraqlı söhbətlər olur dedi. Bunu yəqin ki, jurnalistlər və digər insanların bilməsi o qədər də real deyildi. Amma bir idmançının burada olmağı mən düşünürəm ki, bu gün proyektimizi daha da özəlləşdirəcək və böyük səbirsizliklə sizin o həyatdakı o maraqlı hadisələrinizi məhz bu podkastda daşıyacağınızı ümid edirəm. Necəsiz Hacı, səndən başlayaq. İşlər necədir? Hazırda hansı yeniliklər var? Çox sağ olun ümumiyyətlə dəvət etdiyinizə görə. Yeni layihəniz də uğurlu, düşərli olsun. Biz idmançılar da mənə elə gəlir sizə dəstək olmalıyıq ki, bu mövzudakı daha da belə deyək də geniş olsun, daha da böyük kütlə, bəli, böyük kütlə yığılsın inşallah. Sözsüz ki, hansısa bir verilişə gedəndə sual veririk də, biz verilişdə kim olacaq, hansı qonaq olacaq? Bu ümumiyyətlə tək belə verilişlər yox, efirlərdə də olmalıdır. Maraqlı olur, amma kim olur ki, bəzən elə bir qonaqlar olur ki, ondan söhbət etmək və yaxud da bir yerdə bir araya gəlmək adama xoş olmur. Amma Orxan o qonaqlardan deyil. Amma Orxan Səfərov adı gələndə belə deyim də, dedim ki, mən olmalıyam orada. Olmalıyam orada çünki Betlə hazıram. Çünki doğrudan Orxan həm idmançı kimi, həm insan kimi, həm dost kimi gözəl doğrudan insandır. Düzdür, bizim zarafatlarımız çəkilişdən qabaq elə demirdin. Bizim zarafatlarımız bəlkə də buralıq deyil, amma burada çalışacağıq ki, bir bazı onu qoruyub saxlayaq. Yenə də doğrudan da ümumiyyətlə fərqi yoxdur. Judoçu olsun, güləşçi olsun, futbolçu olsun. Ümumiyyətlə idman elə bir gözəl bir belə sahədir ki, burada dostluq, burada nə bilim çox şeyləri birləşdirir idman və mənə elə gəlir ki, mən öz payıma deyirəm ki, bir xoşbəxt insanam ki, mən doğrudan da idmançı olmuşam və həyatımda belə gözəl idmançı dostlarla mən belə tanış olmuşam və dostluq edirəm. Sən nə deyərsən Orxan? Mən birincisi təşəkkür edirəm mənə dəvət edəcək. Hacının sözlərindən sonra şokdayım. Birinci dəfədir belə mən haqqında. Amma Hacı düz deyir, belə bəlkə də biz bu yəni belə nəsil olaraq sonuncu bir idmançılarıq ki, hansı ki judo, güləş, yəni digər boks filan hamımız bir-birimizdən yaxınıq, dostluq, tanışıq. İndiki mən belə şeyləri çox yerdə görmürəm. Təəssüf ki, yeni nəsil belə idmançıların arasında görürəm ki, çox da mehriban deyirlər. Ola bilər judoçu ilə judoçu sadəcə ya da güləşçi ilə güləşçi ola bilər, amma qeyri öz sahəsindən uzaq digər idman növləri hazırda elə deyil məncə. Yəni mən bilmirəm indi bəlkə də mən səhv deyirəm. Bizdəki kimi deyil. Hə, bizdəki kimi bizim deyil. Dövrümüzdəki kimi deyil. Bizim dövrdəki səmimiyyət, belə deyim, birlik, olimpiadalarda məsəl üçün biz bir yerdə olmaqlarımız filan, Avropa oyunlarında, İslam oyunlarında biz fərqi yox idi. Nə idman növü idi, biz görüşürdük, otururduq, söhbət edirdik. Amma digər idman növləri indi görsən ki, belə deyil. İndi ümid edək ki, gələcəkdə yəqin yaşları cavandır, biraz sonra keçər. Biraz inşallah keçər. Və bunu da təbliğ etmək lazımdır. Rafiq, səndən soruşum, bu birliklər hardan yaranıb? Yəni güləş, judo, olimpiya oyunlarını bildik. Başqa nə vaxt, yəni necə bu qədər səmimi oldular? Ümumiyyətlə tək mübarizəçilik idman növləri digərlərindən, komanda idman növlərindən və digər idmanlardan fərqlənir.
Məsələ Hacının hiss etdiyini psixoloji olaraq Orxan da bu gün hiss edir. Çünki hər ikisi də döyüş idman növləri ilə məşğullar. Yəni bildiyiniz kimi güləşdir, judodur, bunlar döyüş idman növlərinə, ələxüsusda biz kontakt idman növləri, hansı ki birbaşa iki idmançı bir-birinə tutuşur, necə demək olarsa bizim dilimizdə. Ona görə biz birimizi daha yaxşı başa düşürük. Eyni zamanda belə deyək də, heç tək mübarizəçilik idman növləri deyil, digər idman növləri də vardı ki, hansı ki lap yaxşı münasibətdəyik. Həmçinin Hacı da, həmçinin Orxan da, onlar da yaxşı münasibətdədirlər. Sadəcə belə mən fikirləşirəm ki, biraz gənc nəsil hələ buna adaptasiya olmayıbdı. Məsələn, bizim dövrümüzə baxsaq, bizim idmançı hamısı artıq 30 adlamış idmançılardır və bir növ artıq həyatı başa düşmüş adamlardır. Amma gənc nəsil elə ki başa düşmür, amma zənnimcə düzələcək bu, yaxşı olacaq. Çünki hal-hazırda yarışların sayı çoxdur ki, hansı ki ortaq birlikdə iştirak edirlər. İslam oyunları olsun, Avropa oyunları olsun və ya universiada olsun və ya digər oyunlardır ki, hansı ki komandalarında hamısı birlikdədirlər və bu komanda ruhunu hiss edirlər. Bu bizə çox vacibdir. Rafiq, qısaca səndən bir sual da soruşum, sonra keçək əsas mövzuya. Bəlkə də bunu biz əvvəl danışmamışdıq, amma Londondaydın və çox yaxşı bir səfərə oxşuyurdu. Yəni ən azı storylərindən bunu gördük. Orada nələr gördün? Təəssüratlar nə idi və səfərin məqsədi? Orxan bunu yaxşı bilər. Onlar tez-tez seminarlara gedirlər və onlarda biraz fərqlidir judoda. Beynəlxalq seminarlar daha çoxdur. Əsas məqsədim ora getməyimdə təhsilimin təcrübəsini artırması idi və orada təcrübə ilə məşğulum. Eyni zamanda orada İngiltərədə London Güləş Akademiyasının üzvləri eşitdilər ki, mən Londona təşrif buyuracağam və xahiş etdilər ki, orada seminar keçirim və belə də oldu. Təbii ki, bir şey gördüm ki, biz doğrudan da güləş ölkəsi və nəyə görə bunu bizə sırf deyirlər ki, siz güləş ölkəsiz, orada başa düşdüm və orada güləşin səviyyəsi çox aşağı olmasına baxmayaraq həvəskarlar təbii ki var idilər və hamısı da həvəslə çıxış edirdilər və iştirak etdilər orada və istədiklərini də soruşdular. Bir növ belə deyək, bu tipli tədbirlər beynəlxalq güləşin inkişafına böyük təkandır. Amma mən fikirləşirəm ki, öz vətənimizdə belə tədbirlər daha çox eləmək lazımdır. Elə yeri gəlmişkən Orxan bu haqda biraz danışsa, mən fikirləşirəm yaxşı olar. Bu seminarlar barədə siz judoçular həm Azərbaycanda, həm belə deyək, Azərbaycandan kənar, ölkəmizdən kənarda seminarlar kifayət qədər keçirirsiniz. Bəli, mən də hardasa 2 həftə öncə Monteneqro idim. Deməli, bizdə hər Avropa çempionatından öncə Avropa Judo Birliyi bir kids kampı təşkil edir. Bu Judo Kids Camp, yəni uşaqlar üçün bir kampdır və orada Avropa ölkələrindən dəvət olunurlar. Hər şeydə, yəni Avropa Judo Birliyi qarşılayır onları və ora əlbəttə ki, bir dənə də Avropa Judo Birliyindən hansısa bir ulduz judoçunu və ya çağırırlar ki, orada qonaq qismində çıxış eləsin və uşaqlarla belə master-klass keçsin, ünsiyyətdə olsun. Bu illərdə mənə dəvət eləmişdilər, oradaydım. Həm uşaqlarla biz səhər-səhər master-klass keçirdirdik, axşamlar da gedirdik. Yəni final blokuna baxmağa, bizim idmançılarımıza və hər kəsə öz ölkəsinə baxmağa gedirdi. Və bu belə artıq 2-ci, 3-cü ildir təşkil olunur və hər il olacaq bu. Bizdə belə olur. Azərbaycanda necə var? Azərbaycanda bu, yəni master-klasslar, seminarlar, ölkə daxili seminarlar edirsiniz. Ölkə daxili seminarlar bir dəqiqə bizdə, yəni federasiya bunu təşkil edir. Mən hal-hazırda Azərbaycan Judo Federasiyasının ekspertiyəm, həm də təhsil şöbəsində üzvəm və belə deyim, biz hər ayda deməli olar ki, bir rayonda biz belə bir təşkilatçılıq olur. Mən Goranboydaydım. 3 həftə öncə Goranboyda keçirdim master-klass. İndi gələn dəfə biz Şəkidəyik. Ondan sonra belə bütün rayonlarda belə deyim, mən master-klass keçirəm və onları uşaqlarla sadəcə görürsən. Əlbəttə ki, bir məqsəd bir məşqə üçün öyrənmək, yəni götürə bilərlər, amma sadəcə bu uşaqlara motivasiya dolu bir şeydir və onlar belə deyim, o uzaqdan gördüyü idmançılarla yaxından tanış olurlar. Regionlarda nə fikirləşirsən? Vəziyyət nətərdir bu baxımdan? Bakıdan kənar, yəni. Belə deyim, indi hal-hazırda mənim öz klubum da var, Səfər Judo Akademiyası və orada hal-hazırda Bakıdan uşaq tapıb çıxartmaq biraz çətinləşib. Çünki daha çox təhsilə yönəlirlər, bir idman biraz daha çox həvəskar rolunda oynayır. Amma aralarında olur. Düzdür, amma qıraq regionlarda yəni görürsən ki, uşaqlar çoxdur və potensial uşaqlar çoxdur ki, yəni anlaşılandır çünki biraz telefonlardan, sosial mediadan uzaq uşaqlardır, amma
gücləri, yəni həvəsləri çox böyükdür. Daha sağlamdılar. Bəli, daha sağlamdır. Nəsə bir də üzr istəyirəm, bir şey soruşum. Nə səviyyədədir akademiya? Heç Orxan sənin akademiyanda yox, amma Rüstəmin akademiyasında olmuşuq, açılışında da olmuşuq. Oranı görmüşük. Bəlkə bir reklam eləyəsən. Akademiyada vəziyyət yaxşıdır. İndi hal-hazırda hardasa 70-ə yaxın tələbəmiz var artıq və biz bu 5-ci gün inşallah ilk dəfə olaraq biz Avropa səfərinə gedəcəyik bizim klub olaraq. Artıq kluba çevrilib də. Bəli, bəli, artıq bizim hər şey rəsmi şəkildə olur, lisenziyamız filan və artıq biz xarici yarışlara da gedirik və bu 5-ci gün biz gedirik inşallah bazar günü Çexiyada bizim ilk beynəlxalq turnirimiz olacaq. Azərbaycanda çoxdur belə məşhur judoçuların akademiyası. Mən Rüstəminkini bilirəm, səninkini bilirəm. Başqa var? Xeyr, elə demək olar ki, ikimizi elə digər idman növlərində də yoxdur. Bir nəfərə demişdim. Yaxşı keçid idi. O da açsın. Yəni siz güləşdə yoxdur, mən bilmirəm, yoxdur sizdə. Güləşdə akademiya yox, amma federasiyanın tərkibində olan idman zalları vardı ki, hansı ki federasiya maliyyələşdirir, həm də eyni zamanda maddi texniki bazayla təmin edir. Yəni Rafiq kimi, Adı kimi, yəni belə isimləri yoxdur. Belə deyək də, onun əslində güləş zalı açmaq üçün judodan fərqlidir. Nəyə görə? Çünki judoya axın daha çoxdur. Güləş zalı açanda məsələ axın biraz fərqli olur. Onun üçün biraz çətinlik yaranır. Həm də o maddi məsələləri qarşılamaq o axın olmayan yerdə çox çətin olur. Düzdür, federasiya kifayət qədər kömək edə bilər ona. Amma eyni zamanda o böyük bir şey lazımdır ki, maddi kömək lazımdır ki, onu açasan. Amma Hacı ilə planlaşdırırdıq. Neçə vaxtdır biz onun üstünə fikirləşmişik ki, bir yerdə açmağa fikrimiz vardı. Əliyev Hüseynov Hazırda getdi mebel salonu açdı. Yaxşı fikirləşdiniz amma. Biznes nətər gedir? Yaxında yaxşı belə elan elədin, açılış oldu, biz də orada çıxış elədik, həm də mediada da yayıldı. Belə deyək də, doğrudan da idman gözəl bir şeydir, uğur qazanmaq, idmançı olmaq, ümumiyyətlə idmanla məşğul olmaq, amma mənə elə gəlir ki, kənarda da əgər insanın bacarığı varsa, nəsə bir başqa işlə məşğul olmaq, mənə elə gəlir ondan hər kəs məşğul olmalıdır. Yəni biznesin bu idman tərəfinə bir dəxli yoxdur. O sadəcə olaraq ki, həyatımızda kənar bir yerdə olan bizim bir qazanc bir yerimizdir. Amma şükür Allaha əladır orada hər şey. İnşallah mən açılış zamanı da orada idmançılara dedim. Belə buradan da deyirəm, bütün idmançılarımızın hər zaman qulluğunda biz dura bilərik. Endirimimiz var. Endirim də eləyə bilərik. Bizdə orada dizayn, təmir və mebellərdir və fərqli belə deyək də, ölkələrin mebelləri biz gətiririk. Ona görə əlimizdən gələn qədər bütün idmançıların evlərini, bağlarını, ofislərini, nə bilim, hər şeylərini belə deyək də, köməklik edib gözəl bir vəziyyətə çıxarda bilərik. Amma əslində Orxan düz deyir, mənə təklif özü də edir ki, sən də bir zal açmaq lazımdır, belə. Amma sadəcə olaraq indi bir başqa işlər belə deyək də vardır deyə tam olaraq o tərəfə köklənmirəm, amma mütləq şəkildə belə deyək də bu məktəbi açmaq lazımdır. Mütləq. Sadəcə olaraq belə bir şey deyim, var məktəb açmaq, var belə deyək, klub açmaq. Tamam fərqli şeylərdir. Çünki klub əgər açıramsa, mən gərək burada mənə gələn idmançılardan sözsüz ki, pul almaq lazımdır. Əgər bu sənin öz klubundursa, bundan pul alıb və orada olan məşqçiləri, oranın ehtiyacları çoxdur. Yəni çox adam düşünür ki, klub açdı elə iş pul qazandı. Yox, orada elə onun maddi şey tərəfləri böyükdür, bəli. Müştəri məşqçi işləyirmək, onları saxlamaq, yəni arendası falan. Çətin məsələdir. Amma məktəb belə deyək də, məktəb elə bir şeydir ki, mən istəyərdim ki, yəni məktəb mən tərəfindən yox, dövlət tərəfindən mən və yaxud da bizim digər məşhur idmançılarımız var ki, mən istəyərəm ki, olan ölkədə məktəbi olsun. Çünki məktəb elə bir şeydir ki, artıq bunu dövlət tərəfindən olacaq. İdmançılardan sözsüz ki, pul alınmayacaq. Məşqçilərimiz, yəni dövlət tərəfindən maaş alacaq. Və mən istəyərdim ki, belə bir məktəb yaradılsın. Çünki bilirsiniz,
illər keçəndən sonra Hacı Əliyev dünyasını dəyişəcək, Orxan Səfərov dünyasını dəyişəcək və belə bu həyat belədir. Bizim amma məktəbimiz belə ad olaraq bu yaşayacaq. Bugünkü gün Asəf Zeynallı adına var, Bülbül adına məktəb var. Yəni bir çox bizim belə deyək də məşhur insanların məktəblər var. Bugün özləri həyatda olmasa da bugün kimsə fəxrlə deyir ki, məsələn mən Asəf Zeynallı adına musiqi məktəbini bitirmişəm və yaxud da yəni bu söhbət hələ mən müğənnilərdən gələn fəxrlə deyirəm. Amma bugünkü gün elə bir müğənni var ki, gəlir deyir ki, məsələn də oxuyur da, amma heç təhsili yoxdur, prosta oxuyur. Amma eləsi var ki, fəxr edəndə ki, mən falan yeri bitirmişəm. Ona görə bizdə də elədir. Mən istəyərdim ki, belə bir məktəb düzdür. Bizim görkəmli belə çempionlarımız çoxdur. Hər adamın adına məktəb açmaq da çətin məsələdir. O qədər də çətin deyil. Amma yox, mən istəyərəm ki, yəni belə bir şey olsa, amma klub məsələsinə qalsa, klub açmaq o qədər də bugün üçün çətin məsələ deyil. Böyük bir dənə zal götürürsən, arenda 2-3 məşqçi yığdın və uşaqlar gəldi. Sadəcə olaraq o effekti almayacaqsan. Yəni mən istədiyim şey bir balaca belə deyək də yuxarı səviyyədə. Daha geniş masştablı. Əsas odur ki, bugün Orxan açıbsa, bugün Orxana biz dəstək olmalıyıq ki, qoy onun işi uğurlu olsun. Sabah mən açacamsa mən, belə yəni biz belə bir-birimizə dəstək olacaqsa, sözsüz ki, biz çalışmalıyıq ki, bizim gənc nəsil, yeniyetmə uşaqlarımız bizim hamısı idmana yönəlsinlər. Fərqi yoxdur, güləş olsun, cido olsun, boks olsun. Bütün idmanlar gözəldir, amma mən hər zaman da demişəm, istəyərdim ki, bizim valideynlər uşaqları olimpiya növü idmanla olan idmanlara qoysunlar. Çünki bu doğrudan da siz bir dünya çempionu olmaq çətin məsələdir. Dünya çempionu olmaq, amma olimpiya çempionu gəlir, olimpiya çempionu təqdim eləmək daha gözəl səslənir. Düzdür, Orxan müəllim? Bəli. Ona görə mən istəyərdim ki, bir-birimizə belə dəstək olaraq yaxşı işlər görək, gələcək üçün, gənc nəsil üçün. Hacı, mənim üçün maraqlıdır, biraz belə obrazlı desək, idmandan sonraki həyat necə görünür? İsti-istidir desən də, yəni necə görünür? İlkin hisslər necədir? Mənə də çox maraqlıdır. Hacının qəşəng səsi var. Məsələn, bir il, 2 il, 3 il sonra başqa cürdür, amma qəşəng səsi var Hacının. Ən dar vəziyyətdə səsi vardı. Mən maksimum yəni belə deyək də, bugünkü sual verir bəzi idmançılar ki, biz bəzi idmançılar var ki, 60-lar mənə dedilər ki, 2-3 aydan sonra darıxacaqsan. Mən dedim ki, yox, darıxmayacam. Çox ki müddətdə güləşirsən, belə deyək, doyursan güləşdən, ondan sonra heç darıxmırsan. Amma 26-27 yaşında atan idmançılar var. Onlar 2-3 ay keçir, görürük ki, enerji də var, güc də var. Deyir, mən niyə atdım axı idmanı? Mən artıq, belə deyəklər, bizim bu idmançılarımız bilirlər. Ümumiyyətlə, 30 yaşdan sonra professional idman çox çətinləşir. Çünki ən yaxşı idmançının, belə deyəklər, nəticə verən vaxtları 22-23-dən sonra başlayır. Çünki mən özüm 23 yaşımda dünya çempionu olmuşam. 30-dan sonra yəni fərqi yox, ümumiyyətlə belə deyək. Dünya tarixində nadir sözsüz ki, Rafiq gec nəticə verdi, amma Rafiq kimi gec nəticə verən idmançı çox azdır. Gecikmiş nəticədir. Adətən idmançılarımız bizim Özgür Məmmədini götür, Fərid Mansurovu götür, Toğrul Əsgərovu götür, Cəbrayıl Həsənovu götür. Hələ mən saysam çox olacaq. Bunların hamısı 20 neçələrində böyük uğur əldə ediblər. Ona görə mən bugün düzdür, darıxıram bəzən belə ki, çempion təzədən olun bayra, amma görürəm ki, yox da, hər şeyin öz vaxtı var. Yəni biz istəsək də belə mümkün deyil o. Çünki belə deyək də, hər bir idmançının öz gözəl dövrü var. Bəzən komandanın yanında oluram, gəlirəm, zala gedirəm. Yəni çox komandadan da ayrı qalmıram ki, deyim, güləş üçün çox darıxıram. Amma həyat kənarda da gözəl gedir. Çünki o qədər yorulmuşdum ki, o qədər yorulmuşdum. İndi belə deyək də biraz rahatlıq hiss edirəm. Ailəyə daha çox vaxt ayırıram, övladlara daha çox vaxt ayırıram. Ona görə indi Orxan idmanı bitiribdi, bilir də. Yəni. Orxan bitirən kimi tez zal açdı, yəni belə gənə girdi idman sektörünə. Bir 7 ay, 8 ay keçdi, sonra açdı. Yəni. Sən idmanda olana deyəsən hazırlaşırdın. Yox, sözün açıq hazırlaşmırdım. Bundan biraz depressiya oldu məndə 2-3 ay. Onu soruşmaq istəyirdim mən. Sanki çox adamda istəyirəm, o anlıq bir mandraj üzr istəyirəm, bu rus sözü olsa da o da gəlir bəzi idmançılarda, yəni həyəcan. Məsələn, elə idman növləri var, belə deyək, aylıq böyük büdcə gələn idman növlərində. Orada
ümumiyyətlə çətin olur. Çünki birdən-birə büdcə dayanır, sıfırdan həyəcan. Yəni onu soruşmaq istəyirəm ki, o 2-3 aylıq period necə keçir? Yəni mandraj olmur. Məsələn də indi hamı bilir ki, biz çətinliklə idmanda nəticə eləmişik, biz çətin vəziyyətlərdən gəlib həyat qurmuşuq. Mən heç vaxt qorxmamışam ki, bir idman atandan sonra nəyisə olacaq ki, müvəqqəti çətinlik olacaq, təbii ki, elədir. Amma yəni dibi görən adam nədən qorxmalıdır? Onsuz da təkcə o deyil, mənə elə gəlir ki, sən də həm də eyni zamanda təhsilin o səviyyədə idi ki, sən rahat edin ki, sənin təhsil səviyyən vardı. Yəni bitirdiyin universitetlər özünə o vaxtda sən daha yaxşı olar. Sadəcə səhər durursan, heç nə yoxdur eləmə. Nə edirsən? Bilmirsən nə etmək lazımdır, elədir. Durmusan da səhər. Səhər yeməyi. Səhər yeməyi yedik. Sonra nə? İndi bu Hacı Tanrı'da bizim əli dostumuz var, onun məhəlləsində oturub kofe içmək. Maksimum oda axşama qədər vaxt öldürdün, iş gücü yoxdur, nə edirsən? Adam ürəyi sıxılır axı, nə qədər bu belə davam eləməlidir ki, sən bunu ona görə ən yaxşı zaldı öz doğma yerində. Belə bir şey deyim ki, idmanı əgər idmanda böyük uğur qazanan idmançıya bu sualı verilir də indi hal-hazırda. Bu əgər bu insan judoda və ya mən görüşdə böyük uğur qazanmışamsa, mən hansısa yeni bir şey başlamaq istəyəcəmsə, mən yenə orada nəsə edə biləcəm. Çünki biz artıq ən çətin olan şeydə sıfırdan gəlib keçmişik. Zirvəyə çatmağı uğur qazanmışıq. Düzdür, ümumiyyətlə belə bir şey deyim. Bax, məşhur sima daim ekranda olan, fərqi yoxdur da, hansı sənətdə o insan sözsüz ki, birdən-birə o kameralar qarşısında və yaxud da ki, o bu belə deyək də, yəni efirdən itir, düşürsə, ona sözsüz biz təsir çətinlik olur, özünə qarşı diqqət azalır. İndi adını çəkməyəcəm, bəzi idmançılarımız var ki, yaş gedir, amma istəmir düşsün şeydən, gündəmdən düşsün, nəsə eləmək istəyir. O da alınır. Amma orada alınsa da belə. Kimə deyir o? Mən elə bilməm, sən mən üzbəyəcəm, sən də deyir. Elə bir sən. Deyəsən ikinci də deyir. Yox, yəni, ümumiyyətlə deyirəm də, hər zaman insanların qarşısında olan bir sima istəmir ki, ulduz xəstəliyi itmək istəyir, ulduz xəstəliyi deyir, sadəcə itmək istəmir də. Bu adam hər gün idmançı uğuru ilə gündəmdədir. Müğənni vərdişi var da, yəni bu adam diqqətli olmaq vərdişi var. Ilə gündəmdədir. Yəni burada birdən-birə itəndə bəli. İtmək çətin, ona görə biz çalışırıq ki, itməyək. İstəyirəm. Mən bir şey deyim, bu dünyanın hər yerində belədir. Bu karyeran bitəndən sonrakı strateji planlaman sənin həyatını həll eləyir də. Biz indi məsələn futbolda zada görürük, çox böyük pullar gəlir, bəzən böyük fəlakətlər də yaşanır da, itirirlər nə bilim, xüsusən Braziliyalarda zada. Amma məsələn Hacı indi biznes açıb deyir ki, burada da mən başqa sahədə də uğurlu olacağam da, amma İraq səndən, yəni uğursuzluq tərəfi də ehtimalı da çox. Yəni çox diqqətli olmalısan, biznes tamam başqa həyatdır, idmanla müqayisədə. O çətinlik, o həyəcan varmı səndə ki, birdən alınmaz? Ümumiyyətlə uğursuzluq deyirsiniz də. Yəni bizim biznesdir, yəni deyirəm, başqa bir sahələrdir. Bunlar yəni bizi niyə qorxursunuz? Çünki bizim ümumiyyətlə seçdiyimiz birinci bu idman ən riskli bir şeydir. Yəni necə riskli bir şeydir? Gəlir idmançı, deyək 8-9 yaşından da gəlir güləşə və bu uğur qazanmalıdır. İndi mən ola bilər 23-də qazandım. Görürsünüz Rafiq qazandı. Neçədə? 30-dan sonra. 30-dan sonra. 33-də. İndi təsəvvür ki, 10 yaşından gəlirsən ilk güləşə və ya judoya. 30 neçə yaşına qədər məşq edirsən və bilmirsən nə olacaq. Yox, nəticə qazana bilmirsən. Yox, nəticə qazana bilmirsən. Hamı nəticə qazanmır ki. Hələ hər güləşə gələn nəticə qazanmır ki, hər idmana gedən olimpiya çempiondur. Təsəvvür ki, 10 yaşından 30 yaşa qədər heç nə edə bilmirsən. Vəsə, nə məktəb cəməli oxuyursan, nə savadın var, nə bilim, bir sənətə sahibsən. Sənətə sahibsən. Vəsə, idman da yoxdur, güləş də qurtardı, judodan qurtardı, nəticə yoxdur. Qaldın ortalıqda. Başa düşdün? Yəni bu böyük riskdir əslində, çox böyük. Hələ mən zədələri demirəm, mən ona görə Hacı. Yəni idmana risk alıb, belə bir şey risk alıb biz bu yola girmişiksə, biznes tərəfi, nə bilim, o birisi tərəfi bizim gözümüzü qorxutur valla. Ona görə həmişə mən nəyi deyirəm? Deyirəm ki, idmançılar paralel olaraq da təhsilinə fikir verməlidirlər. Çünki hər idmanla məşğul olan təhsilə fikir verməli, uğur qazana bilmir. Yəni professional idmançının fikri çətindir, amma qeyri-mümkün. Sən bayaq bir yaxşı bir şey dedin. Biz çox ən risklisini görmüşük. Yəni ən ağır biz yolu keçmişik. Orxan yaxşı bilirsən bunu ki, hansı ki biz ailədən, uşaqdan, toydan
toydan, bayramdan, yasdan, nə bilim hər şeydən uzaq olmuşuq ki, gözümüzü tikmişik ki, bir də olimpiya medalını alacaq, canımız qurtaracaq bundan da, biz zirvəyə çıxacaq da. Amma eyni zamanda da bax, yəni biz o çətin yolu keçmişiksə, mən fikirləşirəm ki, bu çətin yolda belə də biz yəni burada da uğur qazana bilərik. Yəni siz elə belə oturmamısınız burada, hər ikiniz də elə universitetlər bitirmisiniz ki, yəni Allah hallanır, yəni bugünkü gün idmandan kənar fəaliyyətinizdə də ölkəyə, cəmiyyətə xeyir verə bilərsiniz. Mən hələ də davam etdirirəm. Mən də davam etdirirəm təhsilimi, amma yəni belə deyək də, mən sənə deyim ki, bugünkü gün İdman Akademiyasında magistratura təhsili almaq mənim fikrimdə çox ağırdır. Bir vaxtlar İdman Akademiyasına əgər biz deyirdiksə, falan kəs İdman Akademiyasında oxuyur. Bu gün mən şahidiyəm ki, İdman Akademiyasında mən gördüm hansı səviyyədə nə dərs keçilir. Yəni bu gün ingilis bölməsində bir şey ki, Coventry Universitetinin hamısı müəllimləridir. İngiltərənin Coventry Universiteti müəllimləridir. Orada keçmir. İngiltərə hazırlaşıram indi. Avqustda da intervyum var oranın universiteti ilə. 10 həftəlik mən kurs keçdim. Ora instituta necə daxil ola bilər, universitetə necə daxil ola bilər. Görün instituta mebel verə bilərik. Görün buradan bırakıb mebel bırakıb İngiltərəyə. Orxan, Hacı haqqında nə fikirləşirsən? Bunlar haqqında gözəl fikirləşə bilərik. Yaxşı olandı maşallah. Eşitdiyimə görə sizin belə lap yaxşı zarafatlarınız var. Eşitdim yox, bildiyimə görə də elə. Var da. Bir də gördüm əsəbləşdi, mikrofonu zada tulluyur Hacı əsəbləşdi. Əsasən də futbolda. O futbolda dəhşət. Axırıncı Doğrudan. Axırıncı Cəbrayıl yaxşı komment verdi də Hacı haqqında. Dedi ki, yəni amma düz deyir. Topu götürürdü, gedirdi. Biz də onun qabağını alırdıq. Arxada əsaslı dəhşət cığaldı özdə eşitdiyimə görə. Özü hücumda topu itirir. Yazıq Yaşar müəllim durur qapıda. Yaşar qardaşıdır. 3 nəfər gedir. Yaşar müəllim 3 nəfər gedir Yaşarın üstünə. Yaşar qol buraxır. Düşür Yaşarın üstünə. Deyir neynədir? Deyir yazıq mən neynirəm? 3-ə 1 gəldi. Yo, bizim bizim zalda söz və qüvvət elədir ki, qızlar Yunan sərbəst və Yunan Roma döşəklərindən sonra gəlir futbol meydançası. Bizdə belə qurulubdu. Görmüşəm. Yəni bilirsən indi tamaşaçılara da deyil mi? Gəlib gediblər yəni. Yox, yəni demək istəyirəm ki, bunu deyirəm ki, bizi izləyənlər də başa düşsünlər. Söhbət ondadır ki, bunlar futbola gedəndə, qaydanda bizim məşqin ortasından keçib gedib gəlirlər də. Yəni koridor orada düz bizim döşəyin yanında, döşəyin qırağında da mən həmişə tinim vardı. Artıq 2011-ci ildən o tindəyəm də. Orada məşq edirəm. Bunları keçəndə şəxsən görürəm. Gedəndə hamısı belə, məsəl üçün bir 10 nəfər gedirlər. Hamısı deyib gülə-gülə, mehriban. Bir nəfər də fit çalacaq, o da onlarla gedir. Gülə-gülə gedirlər. Qaydanda hamısı söyə-söyə, qışqıra-qışqıra. Elə axırda da o şey kim ki fit çalacaqdı, vaxta baxacaqdı. Onu da deyirlər vaxta səhv vaxtın. Qırğın elə-elə gəlirlər bunlar. Bunlar dəhşət cığaldılar bunlar. İndi məndə video var görüntüdə, yəni. Görüntüləri danışmayaq. Orxan əsəbləşir, gəlir. Ödənişlə alırıq o görüntüləri verirsə. Mən görüntülərim çıxsa birbaşa məhkəməyə verir. Məhkəməyə sən şikayət edəcəm, baxmayacağam ki, dost, idmançı. Bəs yaxşı görüntülər olsa necə? Yaxşı görüntülər olsa Mebel. Qonorar mebel. Mebel. Mebel çox şey eləməsin. Yox, bunlarda bahalı brendlərdir. Doğrudan. Elə belə deyil, bəli. Ümumiyyətlə bir dənə bir şey deyim, cığalçılıq söhbəti biz niyə cığalçılıq yaranır? O gün Cəbrayıl da dedi, ya Həsən dedi, ya Cəbrayıl dedi. Cəbrayıl demişdi. Bizdə udma yox, bizdə heç kim uduzmaq istəmir. Uduzmağı bacarmırlar. O qədər bax gör kimlər oynayır futbolda. Bax bizim komandanı deyirəm, Cəbrayıl Həsənov. Nəticələri bəlli. Maşallah. Toğrul Əsgərov. Nəticələri bəlli. Mən də özümü demirəm, nəticələri bəlli. Orada hələ Yunan Romada bizə görürsüz qoşulur. Hamısı. Yəni oyunda oynayanların ən belə aşağı dünya çempionudur. Olan Avropa böyüklər arasında Avropa çempionlarıdır. İndi səslən ki, bunların hamısı titul qazanan idmançı, sözsüz ki, heç kim. Amma baxın ki, oyunda səsi çıxmayan adamlar var ha. Elə ömür boyu da rezultatlar. Səsi çıxmır. Bir sənə o qədər uduzub ki. Uduzmaqla barışır. Amma yəni deyirəm, udmaq həmişə belə qalib gələn adam istəmir də uduzsun. Bir cığalçılıqla da, nə bilim, bir şeylə də istəyir ki, nəsə olsun. Ümumiyyətlə sərbəst güləşənlər həmişə futbolda Yunan Romadan fərqlənirlər də. Bunlar bir müddət ümumiyyətlə məşqlərini futbolla açırdılar. Yəni biz o qədər futbol oynamırdıq. Biz əslində basketbola üstünlük verirdik.
Yadıma gəlir, bəlkə sənin yadına gəlir. Bir dəfə Göygöldə təlim məşq toplanışındaydıq. Futbol oynadıq, sərbəst Yunan-Roma komandası. Bizdə komanda belə deyək də, orta səviyyəli komandadır. Bunlarda da qapıçı qarışıq hamısı belə ən yaxşı oynayanlardılar da. Sadəcə bir dənə problem var idi ki, Cəbrayıl ilə Hacı dururdular qabaqda, nə dala qaydırdılar, yerlərində dururdular da tərəfə. Nə dala qaydırdılar, nə bir şey, heç nə. Ancaq bunlara top gəlməli idi. Bizdə də qabaqcadan qərarlaşmışdıq, nə etmişdik? Cəbrayıl ilə mən durmuşdum Cəbrailin yanında. Bir oyunçumuz da durmuşdu Hacının yanında. Heç bir yerə getmirdik. Top bunlara gəldi, vururduq qabağa, bizimkilər vururdular. Top bizə gəldi, bunlara pas atırdılar, biz vururduq, atırdıq qabağa. Elə tutduq. Bizdə də elə demək olar ki, taktika elə idi. Elə bir dənə Hacının qabağını kəsir. Yox, hə, bu yoxsa yanında top düşdü ayağına çətin olacaq. Yox, sən deyirsən, Cəbrayıl hayasızlıq eləmir. Nə hayasızlıq sən edirsən? Alırsınız o. Yox, doğru, yazdı səsi çıxmırdı. Cəbi də ucuzda çıxdı, bu razılaşmırdı ki. Özdə Rafael də gəlmişdi baxmağa, imini, yəni Hacının taktikaları. Hacının yox. Gəlin futbolu qoyacaq. Deməli, bir dəfə Orxan müəllim bizdə judoçudur. Tanrısı da yəqin ki. Bir gün dəniz qırağında Orxana dedim ki, gəl güləşək. Çox maraqlı. Bu maraqlı söhbət. Dedim ki, güləşək. Futbolu qoyaq. Kimono oynayırdınız, belə kimonosuz. Yaxşı, bu dansingdən məndə bir dənə də görüntü var. Müəllimə kimono geydirdiyi vaxtda. Bax, elə onu özüm gələcəm ona. Deməli, dedim güləşək. Qaldırır, çırpır yerimə. Ayağa keçmə yoxdur axı bizdə. Bunlarda baxmayın, judoçu tutmaq, qardaş elə mən bunu qaldırıram, başda girirdim. Bunu təzədən qaldırıram, bir də başda girirdim. Ona demək ki, bunlar nətər güləşirlər. Belə axı güləşimiz oxşuyur da. Nəsə qardaş, gəldik şeyə. Bu internatda futbola gəlmişdi. Respublika Olimpiya İdman Liseyində. Orada həm futbol oynadıq orada, Razimdə. Ondan sonra dedilər girək biraz güləşək. Nəsə qardaş, bu girdi təzədən belə də, yəni kimonosuz. Bu dalınca Nicat Şıxazədə girdi, bunu da belə. Sonra bir dənə uşaq girdi, onu da utdum kimonosuz. Axırda mən dedilər ki, bala bir kimononu geyin, bir dəfə belə güləşək də. Deməli kimono geyəndə belə gördüm nəsə ağırlıq gəlir mənə. Hələ kəməri bağlamamışdım. Hələ kəməri bağlamamışdım. Güləşirdim səndən yoxsa mənlə güləşdim. Elə Orxanla, elə birinci bununla güləşdi. Elə tutaşdıq bununla. Bu mən belə tutanda belə gördüm ki, ürəyim sıxılır, başa düşdün. Elə o balığı ki, qırmızı belə dağılır özünü. Belə dala gedirəm, fikrim qalıb ki, bununla şey eləsin də mən. Yox, judoçunun əlindən çıxartmaq olar onu. Belə istəyirəm ki, məni buraxsın, aralarım təzədən başqa bir cür yaxınlaşır. Mənim fikrim qalıb burada. Elə fikrim burada qalanda bir də gördüm ki, ayaqlarım belə qalxdı göyə. Allaha and olsun. Yerə dəydim bir də qalxdı. Göyə yox. Nə tər dəydimsə belə boynu üstə dəydim bilmirəm, kürək üstə dəydim bilmirəm. O görüntüdə kimsə çəkib məndə var. Hə, var amma göstərmədi. Yaxşı göstərmə. Hə. Nə tər yerə dəydimsə Allaha and olsun. İndi nə dura bilirəm. Nə sağa sola baxıb utandığımdan, nə sağa sola baxa bilirəm deyirəm. Doğrudan da elə hər idmanın öz yeri var. Doğrudan çox çətindir. Kimononu qardaş yavaşdan çıxartdım. Dedim qardaş. Mənlikdir. Hər öz işində. Amma bilirsən mən sənə bir şey deyim. Çətin bir şeydir. Qarşı kimonosuz qardaşın bütün judoçuları düzdür sıraya. Bax 1 2. Onlar kimonoya öyrəşiblər. Hardan tutsunlar? Biz bədəndən tutalım. Bizdə ayağa girmək yoxdur. Biz ümumiyyətlə ayağa girmə məsələsi. Həm də eyni zamanda sizdə bədəndən də tutuyor yoxdur. Ayağa girmək yoxdur. Sizdə bilmirəm Yunan-Romada var. Bu bir dənə belə eləyir, dala aşağı. Bilmirsən hara gedəsən. Mən də çaşıram axı bu ayağı yuxarı aşağı qalıb bir də gün başının üstündə oradan keçdi belimə, oradan fırlayır. Yəni o çətindir. Bu dənizin qırağında da tutmaq vəbsə olmur. Həmin vaxtda da deyim ki, bir üstündən bir 2 həftə keçdi, bu dünya çempionu oldu. Mən də dünya ikincisi oldum elə şeylərdə. Hə, elə formada olan vaxtda eyni çəkidə idi. Səhv eləmirəmsə də orada bizim bir karatəçimiz var, Ayxan Mamayev. Ayxan Mamayev var, onu da burada salamlayır. O da oradaydı. Bu da qayıtdı ki, mən dedi güləşə getmişəm, dedi, güləşək dedi. Dedim axı mən düzdür o da biraz çəkidə çoxdur axı məndən çoxdur. Dedim axı sən oraya karatəçi amma güləş sənlikdir. Yox, heç güləşək. Dedim mən güləşək. Rak mən də bilsən də güləş istəyirəm. Mən çox biraz belə tartışıram axı. Allah. Adamın həyatını burundan. Sənə nəfəsim kəsildi. Deyirəm belə eləmək. Biz elə eləyirik də. Biz yoruluq sonra eləyirik də əfəndi. Biz bunun ürəyi zadı bulandı. Çox pisləşdi də. Da qarpız suyu, nə adi soyuq suzaq belə gətirib tərəfini ayıltdıqda buzda çox pis günə düşdü. Ona görə sən dəniz qırağı mənlikdə. Hə, yox, amma sən təsəvvür elə ki, indi sən yaxı qol tutdun, ayağa girə bilmirdi, qolunu kontrol edirsən artıq. İndi sən təsəvvür elə ki, indi təsəvvür elə ki, sən yarışa çıxırsan, rəqib yağ sürtübdür.
Bir dənə vəziyyətə bax. İndi kimono qoyduq. İcazə verirlər ki, Əslində icazə yoxdur, amma belə deyək də, sən mən deyə bilərsən ki, mən masaj olunmuşam. Elə bir maz var ki, özdə vurursan, biraz güləşəndən sonra bir tər çıxandan sonra sürüşür. Təsəvvür elə ki, o dərəcə sürüşkən olur ki, o dərəcə sürüşkən olur da. Yəni mən Hacı onu yaxşı bilir, mən də onu yaxşı bilirəm. Məsələn, mənim əks fənd elədiyim fəndin əks fəndini, əks tutma ilə atdığım fənd vardı, hamı bilirdi onu. O vəziyyətdən çıxanda ancaq gərək qabırğanı qırıb çıxasan. Başqa cür mümkün deyil. Çünki yumruq düşür qabırğanın altına da. Hamı yağ sürtüb çıxır da. Sən təsəvvür elə ki, bunu bilirlər hansı ayaqdır. Gəzsən ora biraz şey eləyirlər, nədir? Bir də ən vacibi nədir? Sərbəst güləşdə mən fikir vermişəm. Hacı təsdiqləyər onu. Çox adam boynunun arxasına yağ sürtür. Niyə? Çünki sərbəst güləşdə gələndə birinci boynun arxasından tuturlar bir-birinə tərpəşlər. Əlləri də yağ. Əlinçi yağ oldu və salam farq et. Heç o sənə mane olmasa belə, səndə artıq psixoloji bir sənəcə başlayırsan panik vəziyyətə düşməyə ki, əlim yağdı, o işini görürsən, qalırsan. İndi sən təsəvvür elə ki, adamı tutmaq üçün yağlı nə çətindir. Ona görə deyirəm, hər idmanın öz çətinliyi var. Amma qarışıq döyüş növlərində, məsələn, MMA-da, UFC-də fikir versən görərsən ki, əsasən sərbəst güləşənlərdir. Əsasən uğur qazanıcı sərbəst güləşəndir. Yunan-Roma deyil. Bizdə məsələn qayda var da. Judo da deyil. Hə, judo ümumiyyətlə. Orxan sən çək qalmısan, nədir? Judon çox sıxılır. Yox, dəhşətdir. Bəlkə bir yaxşı cavab güləş. Kimonon geyinək. Yox, yaxşıdır. Deyirəm indi futbolda olmuşuq. İndi axırıncı Olimpiya medallarımız bərabərləşdi qızıllarımız. Hə, qızıllar bərabər. Yer gəlmiş. Tək belə şeylərdə yarışaq. Hə, yarışaq belə şeylərdə də. Tək belə şey. Bir dəqiqə mən danışmaya ehtiyac yoxdur ki. Keçmişik. Bəs güləş sənə görə. Belə deyək də, judo düzdür, bu il gözəl uğur qazandı. Amma bir şey deyək ki, keçən il, bir də bu il bizim Azərbaycan Olimpiya idman növləri tarixində yəni ilk olub ki, bizim Yunan-Roma komandamız komanda hesabında dünya çempionu oldular. Keçən ildə oldular. Keçən ildə bu ildə. Bu ildə oldular. Yəni Azərbaycanda heç bir idman növündə, yəni söhbət gedir Olimpiya idman növlərindən. Yəni bu rekordu yenə də gəlir Güləş Federasiyasına çıxır da. İndi biz burada Güləş bir növ. Başqa bir rekordu da dönəndə sizdə nəticə verməsi mümkün deyil. Mən demirəm biz burada belə bizdə qızlarımız olsun. Biz komanda şəklində çempion olsun. Qızlarımız da olmadığına görə biz o oğlanlar olsaydı orada qarışıq komanda. Ya mən demək istəyirəm fərqi yoxdur. Sərbəst güləşdən dünya çempionu biz olmamışıq. Yəni demək istəyirəm ki, yəni bu əgər judo güləş gedirsə burada ortada söhbət, yəni komanda hesabında, yəni bu tarix yazılmış bir şeydir. Xüsusən də ki, bayaq elə adını çəkdi, Eldəniz Əzizli Azərbaycan ümumiyyətlə Olimpiya idman növləri tarixində yeganə 4 qat dünya çempionu. Yəni ikinci el adam yoxdur. Orxan Səfərovdan açdın telefonunu göstərsin belə bir idmançı. İndi mən deyəcəm, düşəcəklər mənim üstümə ki. Yox, düşsünlər də, bizə də olar. Bizdə qeyri-olimpiya vestləri yoxdur, ona görə tərəzimə çəkiləri yox. Vestləri deyil. Yox, əslində Orxan o qeyri-olimpiya çəkiləri var. Ümumiyyətlə bir şey deyim, Olimpiya idman növü. Yox, Olimpiya idman növü olaraq. Olimpiya növü, amma çəki olaraq. Amma Orxan bir daha söz etmək olmasın. Sanki ölkə son illər judo ölkəsinə çevrilir. Güləş biraz. Biz həmişə deyirdik güləş ölkəsi. Yəni idman növünün belə quruluşu olsun, nəticələr olsun, sistem olsun. Gəl belə deyim də. Sənin dediyində həqiqət vardı, amma gəl mən sənə bir şey deyim. Olimpiya çəkisində Avropa çempionları vardı. Son dünya çempionu Olimpiya çəkisində kim olubdu? Qoy baxım. Həsən Əliyevdən sonra kim gəldi? 2015-də Rəsul oldu. Dünya çempionu oldu. Olimpiya çəkisində olmadı yox. Üzr istəyirəm. 2012-ci ildə Toğrul Əsgərov Olimpiya çempionu 60 kilo. 60 kilo. 2010 Yunan-Romadan danışırdım. Mən yox, ümumiyyətlə deyirəm də güləşdən Olimpiya çəkisində. 2014-də mən dünya çempionunda 2013-cü ildə 60 kilo Olimpiyadan çıxdı. Amma bir il qabağa Gəl mən sənə o dəqiq xırdalayım. Mən nədir ki bunu oradan çıxardım? Yox, mən indi Yox, o sənin dediyində həqiqət var. Mən sualı vermək istəyirəm. Yəni oradan icazə ver deyim, əlbəttə. Bizdə Olimpiya çəkilərdir. Sənin elə bir belə şeyin yoxdur ki, sən tutaq ki, o lüksun yoxdur ki, orta bir çəki seçəsən, orada güləşərsən. Amma biz də bilirik ki, hamı istəyir ki, Olimpiya çəkisində güləşsin, çünki gələcək perspektiv. Bizdə elə deyil. İndi gəl mən sənə bir dənə söz deyim. Bax, Olimpiya, qeyri-olimpiya çəkiləri deyiləndə o nəzərdə tutulmur ki, o çəkilərdə səhv belə deyək, sırf zəifdir. Mən demirəm zəif. Məsələn, son dünya çempionatında ən çox son Avropa çempionatında ən çox belə deyək iştirakçı 82 kiloqramdaydı, hansı ki Qurban Qurbanov çempion oldu.
Sonra gəlirdi 67, sonra gəlirdi 63 qeyri-olimpiya çəkisi. Amma bax, bizdə nətərdir? 55 kiloqram güləşənlər Olimpiya ili gələndə və ya Olimpiya ilindən 1 il qabaq, belə deyək, iki dünya çempionatı qarşısında onlar keçirlər Olimpiya çəkisinə. Və ya məsələn mənim kimi idmançılar var ki, kifayət qədər çoxdur. Öz çəkisində güləşir, Olimpiya oyunlarına az qalmış, lisenziya xarakterli turnirlərdə necə ki mən çıxış elədim, keçir artıq Olimpiya çəkisinə, aşağı və ya yuxarı. Və eyni zamanda onu da baxmalıyıq ki, məsələn götürsək bu gün qeyri-olimpiya çəkisini Yunan Romada deyək 82 kq, mən başqa çəkilər xırdalamıram. Dünya çempionu Burhan Akbudak Olimpiya oyunlarında 77 güləşdi. Dünya çempionu idim, mən 87 güləşdim. Eyni zamanda Gürcü idmançı dünya çempionu idi, 87 güləşdi. İsveçli dünya ikincisi güləşdi, 87 güləşdi. Hə, sözünə qüvvət olaraq yəni dünya çempionu yəni sizdən nə vaxt? Yox, sözsüz ki, onun cavabını ver. Belə bir şey deyək də. Onun cavabını ver. Bir mən deyim, səndə olmuş ki, ümumiyyətlə Judo da, sərbəst güləşdə, Yunan Roma güləşdə, bunlar cəmləyəndə güləşdir hamısı. Güləş köklü idmanla bir də. Yəni biz burada indi gəlin çox belə Yaxşı. ali seçki eləməyək. Yox, Mən sadəcə olaraq ümumiyyətlə ki, hər çəkinin öz lideri var. Hər çəkinin öz lideri var və dünya çempionatı qarşısında məsələ belə deyək, mən son dünya çempionatı yox, ondan qabaqki dünya çempionatını götürsək, hansı ki mən iştirak etmişdim. 77 Sənan Süleymanovdur, 82 mənim, 87 İslam Abbasov. Hər üçümüzdə dünya Avropa arenasında böyük nəticələr vermişik. Və bugünkü gün mən 82 kiloqramdan gəlim deyim ki, İslamdur qırağdan mən güləşəcəm və ya Sanandur qırağdan mən güləşəcəm. O artıq bir sənət olur. Əlavə konkurensiya yaradır və eyni zamanda da 82 kiloqram boş qalır. Ona görə elə bölüşdürülübdür ki də bu elə gəlir ki, məsələ bu gün götürək Murad Məmmədovla Nihat Məmmədlini. Hər ikisi də 63 kiloqramda da, 60 kiloqramda da Avropa çempionudular. Hətta Nihat Məmmədli 63 kiloqramda dünya çempionudur. Amma son Avropa çempionatında 60 kiloqramda Avropa çempionu oldu. Yəni sözüm ondadır ki, bunlar yerlərini tez-tez dəyişirlər. 63, 60, 63. Amma Olimpiya oyunlarına gələndə hər ikisi də 60-a gedir. Elə vəziyyət vardı ki, sən o belə deyək, o çəkini boş onda az olur da çəkilər arasında. Bizdə çünki çoxdur. Dəyişmə imkanı da çox. Yox, çox deyil. Ən çox 55 ilə 60 arasındadır əslində. Bir də 72 ilə 70 arasında. Düz oldu ki, 72 ilə 70 o qədər fərqi hiss eləmir. Nəyə görə? Çünki 72 kiloqramda güləşənlərin əksəri vaxtında 77 güləşənlərdir ki, hansı ki çəkisi daha çox deyildi. Amma 55 kiloqramlarda çətin olur. Niyə? Çünki zaten 60 kilo güləşənlər hamısı 66-67 kiloqramdan sən özün bilirsən çəkisi alırlar. Amma 55 kilolar yuxarı qalxmaq üçün gərək ən aşağısı bir 63-64 olsunlar ki, onların qarşısına dursunlar. Əsas odur ki, bayraq qalxır. Yoxdur, bayrağımız qalxsın. Judoda qalxır, judoda qalxsın. Yox, mən söhbət yox. Mən yenə deyirəm, burada bax, üzr istəyirəm. Var Olimpiya çempionu, var dünya çempionu, var tarix yazmış çempion. Bəli. Düzdür qardaşım? Bəli. Tarix yazmış çempionlarımız, bax, yenə adını çəkdik, Eldəniz Əzizdir. Azərbaycan güləş tarixində yeganə 4 qat dünya çempionudur Yunan Roma üzrə. Bunun adamın üstünə belə bir bugünkü gün idmançı yoxdur. Yoxdur, düzdür. Sərbəst güləşdə də 3 dəfə dünya çempionu məndən başqa yoxdur. Bu tarix yazılan bir şeydir və buna görə də mənim əziz qardaşım, cənab prezident tərəfindən biz prezident təqaüdü alırıq. Bu qazandığımız tarixi nəticəyə görə. İnşallah ki, sabahların bir adam da gələr 4 dəfə yox 5 dəfə dünya çempionu olar, tarix yenilənər. Biz nə çalışırıq? Biz çalışırıq ki, tariximiz tez-tez yenilənsin idmanda. Amma yenə deyirəm, sözsüz ki, biz burada deyirik, amma doğrudan da bugünkü gün Hidayət Heydərov Avropa, dünya, Olimpiya çempionu. O da dünyada bir dənə. Yəni bilirsiniz, bu böyük nəticədir və o qazandığı nəticə də bu günləri dünyada da səhv eləmirəmsə dünyanın ən yaxşı güləşçisi oldu. Avropanın o günləri. Onun uğuru bizim uğurumuzdur. Yəni söhbət burada Hidayət Heydərov və yaxud da Hacı Əliyev və yaxud da Rafiq Sönər deyil. Burada Azərbaycan adına biz çıxış edirik. Ona görə də bundan belə də biz çalışırıq. Biz belə deyək də artıq yaşlanırıq, yavaş-yavaş veteranlar siyasına gedirik. Amma biz çalışmalıyıq ki, gələcək gənc nəsil bu nəticələri təkrarlasın. Keçsin hətta. İnşallah. Təkrarlasın, sonra keçər. Yavaş-yavaş da birdən-birə olur. O mövzuda qısqanclıq var, yoxsa? Qısqanclıq o adam yəqin ki, onun belə deyim də, qanunda problem. Azərbaycanın qanı yoxdur.
Bir sualım, əsas suallarından biri Hacı Əliyev kifayət qədər güləş və ümumiyyətlə idmançılar üçün tanınmış simadır. Biz indi işin bu tərəfindən hər zaman baxırıq. İdmanımıza da bundan sonra necə fayda verə bilərsən, özünü harda görürsən, hansı yeniliklər varmı ki, daha çox güləş üçün, idmanımız üçün fəaliyyətin olsun? Ümumiyyətlə mən idmanı bitirəndən sonra bir neçə müddət bedimdə istirahətdən sonra yenidən qayıtdım. Belə deyək, milli komandanın yanına. İndi bu yaxınlarda Avropa çempionatı oldu, bilirsiniz. Avropa çempionatından qabaq Qubada təlim məşqi idi, mən ora qatıldım. Heç bir belə deyək, hələ ki mənə tam olaraq federasiya tərəfindən bir vəzifə və ya da bir iş təklif olmayıb. Yenə də burada mənim dostlarımdır, qardaşlarımdır, mənimlə bir yerdə ömür boyu güləşən idmançılardır və mən bilirəm bugünkü onlara mənə ehtiyacı var. Və mən onlara kömək eləmək, mən özümə həm borc bilirəm, həm mənim üçün fəxrdir. Mən özümə belə deyək də, yaxşı mənə ləzzət edir ki, mənim kimisə kömək edirəm və yaxud da kimisə yanında dayanıram, bu həvəslə daha da məşq edir və gedir uğur qazanır. Yəni belə deyək ki, mən hədəfim güləşin yanındasan. Yanındayam. İnşallah bu yaxınlarda Allah qismət eləsin. Rafiq Hüseynov üçün də mənim üçün də xeyirli bir xəbər olmalıdır inşallah Güləş Federasiyası tərəfindən. İnşallah ki işimiz təsdiqlənməlidir. Belə özünüz bilirsiniz ki bu Rafiq də qoşulur biznesə. Yox, mən İdman Federasiyası tərəfindən dedim. Deyə biznesi çürdəsən. Deməli bildiniz ki, mən həm Olimpiya Komitəsinin bu yaxınlarda üzvü seçildim, sonra Atletlər Komitəsində yenidən üzv ora seçildim və Neftçi İdman klubunda da, orada da sərbəst güləşin koordinator vəzifəsinə orada da təyin olundum bu yaxınlarda. Yəni belə deyək də öz töhfəni verirsən. Verirəm, çünki yenə deyirəm, bilirsiniz, çox nəticə olanda vəzifələrdə çox alır. Deməli, yenə deyirəm, əsas məqsəd odur ki, valla söhbət burada vəzifə, söhbət burada kostyum şalvar geyinmək deyil. Yəni mən yenə deyirəm, öz adımdan danışıram və Allah şahiddir ki, mən heç vaxt demirəm ki, mənim əynimdə kostyum olsun, mən bu kreslodan oturub möhkəm tutum. Mən istəyirəm ki, mən güləşçiyəm, güləşən olmuşam. Mən istəyirəm ki, mən milli komandamın yanında olum, uşaqların yanında olum, təlim məşqlərdə, yarışlarda. Çünki mənə gəlir ki, mənim bir dənə heç olmasa bir sözüm hansısa bir 20 idmançıdan birinə bəlkə də təsir eləyər və yaxud da Orxanın və yaxud da Rafiqin və yaxud da idmançıdan bizim bir sözümüz hansısa bir idmançıya gözəl təsir edə bilər. Ola bilər, deyərsən 10 nəfərin içində, onundan 8-i belə ikisi o sözü başqa cür götürər. Görün, mən yenə deyirəm, mən gördüyüm işlə həmişə fəxr eləmişəm. Məni Hacı Əliyev eləyən, mənə hörmətə salan, tanıdan Güləş olub. Mən güləşlə öz həyatımı qurmuşam, güləşlə özümə böyük bir həyat qurmuşam, dost yığmışam, tanış yığmışam və qazandığımız nəticələrə görə cənab prezident bizi tanıyır, bizi sevir, bizə hörmət edir, bizi qiymətləndirir. Ona görə biz fikir verin, yaxşı futbolçular olur da, belə məşhur futbolçular olur, özdə biz futbolda pul daha çoxdur da. Pul qazanandan sonra istəsələr o pulla ömürlərinin haqqında rahat yaşayırlar. Biliyorsun, gəlir həmin o titullu futbolçu, milyarder futbolçu gəlir olur, məşqçi işləyir, yenə doymur. Çünki bu adam yəni bununla xəmiri yorulub bununla. Bu oradadır. Ondan zövq alır. Yəni ondan zövq alır. Ona görə də mənə gəlir ki, mən kimi bütün nə qədər bizim dəyərli çempionlarımız var, qardaşlarımız var. Qoyurlar hər zaman milli komandanın, öz milli komandalarının yanında olsunlar. Kostyum şalvar geyinməyin də vaxtı var. Onu sual vermək istəyirəm. Yəni o dövrdə gələcək inşallah. Amma əsas odur ki, bugün biz işləyə bilirik də. Bizim bu canımızda bu enerjimiz var da. Düzdür Orxan? O enerjini səndə görmürəm Allah-Allah. Öz tərpənirsən nəsə. O akademiyası bu onunla. Ya danışdıqca belə bir kövrəlirsən elə. Yox, məsələ nədir? Mən nəyi əslində istəyirəm bir müzakirə də eləyək. Məsələn, burada bir ziddiyyətlər qaçılmazdır da. İdmançılar karyerasını bitirəndən sonra funksioner olmaq həvəsində olan idmançılar, bəziləri məşqçi olmaq istəyir. İdarəetmədə olmaq istəyənlər bəzən bunu çox tez istəyir. Bu dünyanın hər yerində belədir. Yəni bu məsələn Hacı bayaqdan sadaladı, bir neçə vəzifəsi var. Yəni müəyyən bir prosesə yetişməlidir. Müəyyən bir təcrübələrdən keçməlisən də. İdarəetmə artıq müasir idarəetmə vərki kimi. Əvvəl necə idi? Məsələn Gürcüstandan misal çəkirdik. Hə, falan futbolçu Gürcüstan Futbol Federasiyasının prezidentidir, falan güləşçi Güləş Federasiyasının prezidentidir. Amma indi biraz idarəetmə elədir ki, menecer rəhbərlərə ehtiyac var da. Yəni praktika var da. Tək idarə şey deyil, idman tərəfi deyil. Məsələn
onun vizual tərəfi var, marketinq var və s. Bəyalar məsələn Mən nəyə gətirirəm? Yəni sizdən onu soruşmaq istəyirəm ki, idmançı olaraq o dərəcədə səbirlisinizmi? Yəni mənim üçün yaxşı federasiyada rəhbər olmaq üçün mənə bir 5 il, 7 il, 10 il vaxt lazımdır. Mən bir söz deyim. Mən onu demək istəyirəm. Bəyaları Rafiq də dedi. Təhsillə məsələndə idmanı biz birləşdirməliyik. Biz hara qaçsaq da bu birləşməlidir. Biz nə qədər desək ki, məsəl üçün bizdə təkcə deyirlər, məsəl üçün dünya çempionusan, filansan, osan, busan, gəl bunu götür. Amma dünyanın hər bir yerində bu belədir ki, yəni Avropa çempionusan, dünya çempionusan, Olimpiya çempionusan, başqa nə bacarsan? Öz yerində o. Hər şey yerindədir. Yəni bunlar isə əlbəttə ki, məsələn də indi bəziləri görürəm ki, deyir ki, o niyə orada olmalıdır? Sadəcə təhsili var. Məsəl üçün güləşməyib ya da nəsə olmayıb, heç nə olmayıb. Amma bir vaxtdan sonra oturub fikirləşsən ki, deyirsən ki, yenə də sənin üstünlüyün var. Bəli, sənin nəticələrə görə sənin üstünlüyün var. Sən indi fikirləş ki, sənin biraz da təhsilin açsa. İdman tərəfini sən bilirsən, amma təhsil tərəfini sən bilmirsən. Təhsil tərəfi çox şey, yəni biz dura bilər, həll edə bilərik ki, amma hər şeyi nəticəyə bağlamaq olmaz da məsələn də. İndi sən amma o tutaq ki, oxuyandan hardasa onun səviyyəsinə çatmasan belə, hardasa bir 50% oxuyan kimi təhsil alsan, əlbəttə ki, sən hamının gözündə yəni qeyri-mümkündür sən üstün olmayasan. Və bunun üçün də zaman lazımdır. Əlbəttə ki, buna qədər biz nə üçün uğraşırdıq ki, nəticə verək. İndi də hərdən görürsən ki, çətindir məsələn hansı Excel-də işləmək, Word-də işləmək, nə bilim PowerPoint-da məsəl üçün mən o günləri İdman Akademiyasının dərsliyi hazırlamalıydım PowerPoint-da. İngiltərədən bir bizim professor var, judo professor, bizim federasiyaya əməkdaşlıq edir, bizim daha çox onunla əlaqədə olurlar. Biz yenə də gətirdi, qoydu qabağıma ki, bu haqqında danış Orxan. PowerPoint-da özün arada bir-iki dənə şey göstərdi. Xəbər eləyərdin, kömək eləyərdik. Yəni atır qabağıma ki, yəni atır qabağıma ki, elə. Sonra başladım eləməyə. Axırda gördüm ki, yəni eləyə bilirəm də. Və sonra da yəni auditor qarşısında çıxışdım, gördüm ki, bu mənim üçün özüm üçün daha çox yaxşıdır. Yəni belə şeylər olmağın çox yaxşıdır. İdmançı olaraq sən bunlara bacarmalısan. Niyə xaricilər məsələn də Avropanın məşqçiləri dünyanın indi hal-hazırda bütün məşqçiləri götürürlər, məsəl üçün notebook açdı, Word-da, yəni Excel-də illik proqramı qurdu, büdcəni düzəltdi, onu elədi, bunu elədi, gətirdi, qoydu, səni təqdim elədi qabağına ki, filan günü, nə günü, hansı günü hazır. Bizdə ancaq hələ də hamı deyir ki, mən böyük məşqçiyəm, amma hələ də dəftər kağızla gəzir. Dəftər kağız olsa böyük şey. Dəftər kağız olsa da böyük şeydir. Səhər-səhər gəlib məşqə girəndə deyir ki, görəsən bu gündən məşq verəcək. Bu gündən məşq. Ona görə deyirəm ki, bu inkişaf eləməlidir. Vallahi deyirəm, sən istəsən sən belə deyim də ona bu şey federasiya sənə 10 dənə kompüter verər ki, mənə illik proqram verər. Yəni problem deyil onun üçün o barədə. Təşəkkür edirik gözəl cavablarınız. Biz sizə təşəkkür edirik ki, maraqlı söhbət etdiniz. Həqiqətən də belə deyə hər dəfə biz çağırıb belə peşəkar və eyni zamanda öz sözünü demiş idmançılarla oturub söhbət edəndə həm özümüz həzz alırıq, həm də ki, inanıram ki, tamaşaçılar da həzz alırlar. Çünki artıq bu gün o dövr deyil ki, oturasan, icmal aparasan və ya belə deyək, sərhədli söhbət edəsən. Burada bir növ sərhəd yox idi. İstədiyimizi danışdıq, dediyi güldük. Təbii ki, çıxandan sonra sizin öz söhbətiniz var, onu sonra eləyərsiniz. Kameranı söndürəndən sonra görün nə oldu. Özünüz eləyərsiniz o söhbəti. Gözəl eləyən, gözəl göstərən mənə gəlir ki, onun doğrudan səmimi olmağıdır, özü kimi olmağıdır. Düzdür, indi biz burada sözsüz kamerada vardı. Bəzi şeylər var ki, onları qoruyuruq. Çöldə olduğumuz kimi ola bilmər. Amma biz çalışdığımız qədər istəyirik ki, oradan da yəni səmimi olaq, sadə olaq. Mənə gəlir, biz buna görə də məncə sevinirik. Çox sağ olun. Biz sizə təşəkkür edirik. Həmişə işlərinizdə uğurlar sizə və biz də baxaq sevinək. Çox sağ olun. Çox sağ olun. Uğurlu, düşərli olsun bir daha. Təşəkkürlər. Yenə gözləyirik. Mövzular çoxdur. Bir çoxunu danışmaq. Bax 5 dəqiqə tez vursaydıq, bir-iki yaxşı məqamı tutardıq. Videolarımız azca gecikdir. Mən sənə də təşəkkür edirəm bu qonaqlar üçün. Clinstalk'daydınız. Bizi izləyin. Daha maraqlı, daha fərqli söhbətlərlə qarşınızda olacağıq. Hələlik.